Paşa Qəlbinurun 20-ci əsrin ən böyük faciəsi, Xocalı faciəsindən söz açan bir yazısını oxudum. Yazı Cahad adlanır və ürəyimdə bizi həkim kimi, şair kimi, publisist kimi, həm də bir qeyrətli vətəndaş kimi cahada səsləyən Paşa Qəlbinura ürəyimdə sağ ol dedim. Və 20-ci əsri gördüm, Xocalının ətəklərindən yapışan, yıxılan, duran, divan qarşısında hesabat verən 20-ci əsri gördüm. Gördüm ki, əsir yerdən bir daş qaldırıb erməni şeytangahı deyilən lənətgaha daş atır və 7 milyondan biri kimi, sıra nəfəri kimi mən də o daşı qapıb əsrlə birgə həmin şeytangaha lənət olsun deyib attım. Bu esse Cahad adlanır. Paşa Qəlbinur deyir ki, Qoz ləpəsi üstündəki qırışlar insan beyninin yarım kürəsini xatırladır. İki qoz ləpəsi, ceviz içi, insan beyninin kiçik modelidir. Yeməli. Yadıma nə vaxtsa məni heyrətə gətirən bir yazı düşdü. Hansısa inkişaf eləmiş qərb ölkəsində, deyəsən Yaponiyada, delikates, tutiya sayılan və yalnız ən varlı adamların menyusunda olan bir yemək, təam var. Diri meymun beyni. Canlı meymun xüsusi qurğuya fiksə olunur, başının qapağı kəsilib götürülür, heyvan bağırır, adam qaşıqla diri meymunun beynini yeməyə başlayır. Xocalı faciəsi 20-ci əsrin ən dəhşətli faciəsi. Həmin gecə mən özümün beynimi yeyirdim. Xocalı faciəsinin 2 dəqiqəlik kinox xronikasına baxmamaq üçün 45 dəqiqə mübahisə edən millət vəkilləri məni bağışlayın. Nə deyim sizə, millət vəkilləri? Xocalı, gecənin qaranlığında, qaça-qaçda 3 aylıq Salatın adlı körpəsini sinəsinə sıxıb, çığırtısını düşmən eşitməsin deyə öz əlləri ilə boğan ana və 4 saat sonra möcüzə ilə yenidən dirilən uşaq, xəstəxanada Salatının mənə baxan gözləri, qaça-qaçda düşmən əlinə keçməsin deyə yaralı qardaşını öz təkidi ilə güllələyən qardaş, ürəyinə, üz gözünə süngü sancılmış bir oğlan, donmuş, yanaqları kəsilmiş 18 yaşında bir qız, üzünün dərsi soyulmuş, meyit, gözləri çıxarılmış uşaq, Respublika xəstəxanasının uşaq bölməsi həkiminin tükürpədən söhbətləri
ölmüş anasının döşünü əmən körpə, ağla gəlməyən işgəncələrə, dəhşətlərə məruz qalan körpə, qadın, kişi, qoca meyitləri. Əsirlikdə qalan bir şahid danışır ki, saqqallılar Azərbaycan qızlarına divan tutur və onların fəryatlarını səs gücləndiricilərlə uzaqlara verib və qışqırırdılar ki, eşidin, eşidin qeyrət sahibləri, çox qeyrət deyirdiniz, eşidin. Həmin gecə mən beynimi yeyirdim. Qeyrətsiz rəhbərlərimizin xəyanəti, amansız düşmənlərin murdarlığı önündə əyilmə Azərbaycan. Şahat fışqırır damarlarımız, şahat. Heç nəyimiz olmasa da dilimizi dişləyib 7 milyon ət kimi tüfrək düşmənin gözünə. Dədə Ələsgərin şəkliyi, ah zəlzələdən gürcdü ruhum. Şah babam İsmail'in, Babəkin qeyrətinə sığınan, məmləkətim, Təbrizin qanı axıdılan torpağım. Daşa, varlığınla insansan, daş göyələr deyən atamın ruhu. Sən də kömək ol mənə. Ey gözə görünməz, arkasızların dayağı, köməksizlərin arkası, bir zərrəlik hücrəyə dünyanı sığışdıran kamil sənətkar, müqəddəs ruh, sən də kömək ol mənə, kömək olaq, çəpər olaq, dayaq olaq bir-birimizə, Azərbaycan qızları, Azərbaycan oğulları. Şahat fışqırır vətən, şahat müqəddəs müharibiyə, son döyüşə, ölüm dirim savaşına hazırsınızmı?